Bismillahirrahmanirrahim. Əziz və dəyərli müsəlmanlar, hər gün tövhid başlığı altında olan dərslərimizə davam edirik. İsm və sifətlər tövhidi 34-cü dərs. Bugünkü dərsimizin mövzusu müxaliflərin gətirdiyi bəzi şübhələrdir, bəzi hədislərdir, həmçinin ayətlərdir ki, hansı ki, bu ayə və hədislərə Əhl-i Sünnə vəl Cəmaə tutarlı cavablar vermişlər. Birinci dəlil müxaliflərin gətirdiyi şübhələrdən Allah Rasulü s.ə.v deməli, bunu İbn-i Cəvzi öz kitabında qeyd etmişdir. Rasulullah s.ə.v buyurur ki, Qaradaş Allahın yer üzündə olan sağ əlidir. Başqa rəvayətdə gəlib ki, Qaradaş Allahın yer üzündə olan sağ əlidir. Kim onu sıxsa və yaxud da öpsə, o daşı, Qaradaşı Allahın əlini sıxmış və öpmüş olar. Lakin Əhl-i Sünnə vəl Cəmaə, salih sələflər bu hədislər barəsində və əsərlər barəsində söyləyiblər ki, bunların hamısı uydurmaz və zəif rəvayətlərdir və heç birində əsli yoxdur. Və həmçinin Məcmu Fətavada İbn Teymiyyə rahimehullah bu barədə danışmış və həmçinin də Şeyx Albani rahimehullah Silsilə Əd-Daifdə bu rəvayətlərin hamısının zəif və uydurma olduğunu söyləmişdir. İkinci müxaliflərin gətirdiyi şübhələrdən Əbu Hureyra radiyallahu anhudan gələn Səhih Buxari Müslimdə keçən hədisdir. Deməli, Allah Rasulü s.ə.v buyurdu ki, Qudsi hədisdə Allah Teala'dan kim mənim dostumla düşmənçilik edərsə, Allah Teala buyurur ki, mən ona müharibə elan edərəm. Qulum üzərinə fərz qıldığım şeylərdən başqa daha çox sevdiyim hər hansı bir şeylə mənə yaxınlaşmaz. Qulum dir nafilələrlə mənə yaxınlaşarsa, Allah Teala buyurur ki, mən onu sevərəm. Yəni, müxaliflərin ilişdiyi nöqtə bax buradır. Elə ki, onu sevdim, artıqdır onun eşidən qulağı, görən gözü, tutan əli, yürüyən ayağı olaraq. Əgər məndən bir şey istəsə, and olsun ki, Allah Teala buyurur ki, ona verərəm. Sığınacaq istəsə, sığınacaq da deyir, ona nə edərəm? Verərəm. Salih sələflər bu hədisi necə başa düşmüşlər? Və Əhl-i Sünnə bu hədisi necə qəbul etmişdir? Bu hədis səhih hədisdir. Hədis Buxaridə keçir, həmçinin Müslimdə. Bu hədisdə qəsd olunan məna Allahın salih qullarının qulağı, gözü, əli, ayağı olmasıdır. Yoxsa salih qullarının qulaq, göz və əl və ayaqlarını doğru yola yönəltmələridir. Yəni, iki dənə məna çıxır buradan. Yəni, birinci odur ki, söyləyirlər ki, yəni, bu hədisdə qəsd olunan Allahın salih qullarının qulağı, gözü, əli, ayağı olması, yoxsa ki, salih qullarının gözünü, qulağını, ayağını, əlini haqqa, doğruya yönəltməsidir. Şübhəsiz ki, birinci məna batil, ikincisi isə səhiydir. Yəni, birbaşa insanın ağlına gələn budur ki, Allah Subhanahu taala bir qulunu sevdisə, onun əlini, ayağını, gözünü, qulağını haqqa, doğruya yönəldər. O insanı bu dində sabit edər. Yalnız və yalnız halala yönəldər, doğruya yönəldər onu. Və deyir ki, ikinci görüş isə daha doğrudur. Hədis üzərində bir az düşünən insan açıq aydın bunları görə bilər. Və bu hədisdə söhbət Allah Subhanahu wa Taala ilə qulu arasında gedir. Biri digərinə yaxınlaşmaq üçün səy göstərir. Biri sevir, digəri isə nədir? Seviləndir. Biri sığınacaq istəyir, digəri isə Allah Subhanahu wa Taala sığınacaq verə bilər. Verəndir. Burada müxaliflər sənə şübhə ata bilərlər. Burada müxaliflər, bidət əhli sənə şübhə gətirə bilər ki, bəs siz də bu ayətləri təvil etdiniz, yozdunuz. Onlara cavab olaraq deyirik ki, biz Allah Subhanahu taalanın əl, üz, göz və s. sifətlərini olduğu kimi qəbul edirik və onları Allah Taalanın əzəmətinə yaraşır şəkildə olduğuna etiqad edirik. Biz, siz müxaliflər kimi onları yozmuruq, onları inkar etmirik, onları təhrif etmirik. Və biz doğru olan nədir? Mənanı təfsir edirik. Təfsiri mənanı doğru düzgün olduğu kimi nədir? Söyləyirik. Çünki biz bu sifətləri qəbul edirik. Lakin siz bu sifətləri nədir? İnkar edirsiniz. Növbəti dəlillərdən, deməli, bu hədis də Buxari Müslimdə keçməkdədir, əziz müsəlmanlar. Peyğəmbər s.ə.v yenə də Qudsi hədisi də uca və böyük olan Allah Taala'dan belə buyurdu ki, mən qulumun mənim barəmdə olan zənni yanındayam. Məni yad etdikcə onunlayam. O məni öz-özlüyündə yad etsə, mən də onu öz-özlüyümdə yad edərəm. O məni cəmaatın yanında yad etsə, mən onu ondan da daha bir xeyirli cəmaatın yanında yad edərəm. Allah Teala buyurur. O mənə bir qarış yaxınlaşarsa,
mən ona bir dirsək yaxınlaşar. O mənə bir dirsək yaxınlaşarsa, mən ona bir qulanc yaxınlaşar. O mənə doğru yeriyərək gələrsə, mən ona tərəf yürüyərək gələrəm. Allah Subhanahu taala belə buyurur. Allah Subhanahu taalanın feilləri barəsində olan ayə və hədislər olduqca çoxdur. Bəqərə surəsi 186-cı ayətində Allah Subhanahu taala belə buyurur: Ya Rasulüm, bəndələrim məni səndən soruşduqda söylə ki, mən onlara yaxınam. Dua edib məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da mənim çağırışımı qəbul edib mənə iman gətirsinlər. Bununla ola bilsin ki, doğru yola yönələrlər. Allah Subhanahu taalanın feilləri barəsində olan ayə və hədislər olduqca çoxdur. Allah bunları istədiyi zaman edir. Salih sələflər bu ayə və hədislərdə keçən Allahın feili sifətlərini olduğu kimi qəbul edir və onlara keyfiyyət verməz və onları inkar etməzlər. Digər sifətləri kimi Allah Subhanahu taalanın. Bir bəndə Allahın rızasını, rəhmini, mərhəmətini qazanmaq üçün qəlbi ilə və bədəni ilə Allaha yaxınlaşmağa çalışarsa, Allah Subhanahu taala daha çox ona yaxın olar və onu bir çox xeyirli mükafatlarla mükafatlandırar. Bütün bunları qazanmaq üçün Allah bir çox yollar qoymuşdur. Məscidə getmək, namazı cəmaatla qılmaq, elm məclislərində toplaşmaq, həccə getmək, Səfa və Mərvə arasında qaçmaq, cihada getmək, bütün bu ibadətləri insan etdikcə, Allah Subhanahu taalaya yaxınlaşdıqca Allah taala da nədir? O insana, o bəndəsinə yaxınlaşar. Onu qoruyar, onu hifz edər, onu imanlı edər, onu təqva əhlindən edər. Necə ki, Allah Rasulü sallallahu əleyhi və səlləm buyurdu ki, qulun Allaha ən yaxın olan vaxtı səcdə vaxtıdır. Allahu Ekber. Həmçinin dəyərli müsəlmanlar, müxaliflərin gətirdiyi bəzi şübhələrdən deməli Əbu Hüreyrə radiyallahu anhudan Səhih Müslimdə keçən hədisdir. Allah Rasulü sallallahu əleyhi və səlləm buyurur ki, qüdsi hədisdə Allah Taala buyurur ki, qiyamət günü belə deyəcək: Ey Adəm oğlu, mən bir xəstə idim. Baxın, subhanallah lazım. Yəni görün bidət əhli müxaliflər nəyə erişirlər? Əhl-i sünnətdə olan hədislərə. Lakin elhamdülillah İbn Teymiyyə rahimehullahın söylədiyi kimi elə bir bidət əhli, elə bir müxalif olmaz ki, Quran və sünnədən dəlil gəlsə, onun özünün əleyhinə olmasın. Bütün bunlar da onların əleyhinədir. Ey Adəm oğlu, mən deyir, Allah Taala buyurur, mən xəstə idim, sən isə məni ziyarət etmədin. Adəm oğlu deyəcək: Ya Rəbbim, sən aləmlərin Rəbbi olduğun halda mən sənə necə ziyarət edə bilərəm? Allah Taala buyurur ki, məgər sən bilmirdin ki, mənim filan qulum xəstələnib, sən də onu ziyarət etmədin? Məgər sən bilmirdin ki, əgər onu ziyarət etsəydin, məni onun yanında tapardın? Allahu Ekber. Elə hədis onlar üçün cavabdır. Sonra Allah Taala buyurur ki, ey Adəm oğlu, mən səndən yeyəcək istədim, sən isə mənə yeyəcək vermədin. Adəm oğlu deyəcək ki, ya Rəbbim, sən aləmlərin Rəbbi olduğu halda mən səni necə yedizdirə bilərəm? Allah Taala buyurur ki, məgər sən bilmirdin ki, filan qulum səndən yemək istəmişdi, sən isə ona yemək vermədin. Məgər sən bilmirdin ki, əgər onu yedizdirsəydin, şübhəsiz ki, onun savabını mənim yanımda tapardın. Sonra Allah Taala buyurur ki, ey Adəm oğlu, mən səndən su istəmişdim, sən isə mənə su vermədin. Adəm əleyhissalam deyəcək ki, ya Rəbbi, sən aləmlərin Rəbbi olduğun halda mən sənə necə su verə bilərəm? Allah Taala buyurur ki, məgər səndən filan qulum su istəməmişdi, sən isə ona vermədin. Əgər sən ona su vermiş olsaydın, şübhəsiz ki, onun savabını mənim yanımda tapardın. Salih sələflər bu hədisi səhih qəbul etmiş və onun həqiqi mənasını müxaliflər kimi təvil etməmişlər. Onlar, mən xəstə idim, mən səndən yeyəcək istədim, mən səndən su istəmişdim kəlmələrini Allahın təfsir etdiyi kimi təfsir etmişlər. Allahın qullarından biri xəstələnmiş, Allahın qullarından biri yeyəcək istəmiş, Allahın qullarından biri su istəmişdir. Allah Subhanahu taala Peyğəmbər sallallahu əleyhi və səlləm bu hədisdə xəbər verir. Orada həqiqi istəyən, su istəyən, həqiqi yeyəcək istəyən qul idi. Və əgər kim Allah Subhanahu taalanın izni ilə öz qardaşı su istədiyi zaman ona su verərdisə, ona yeyəcək verərdisə, onun savabını, onun mükafatını Allah Subhanahu taalanın dərgahında tapacaqdır. Həqiqətən də bütün bunları istəyən Allah yox, Adəm övladıdır. Allah daha doğru bilir bu sözlərin həqiqi mənasını. Bu hədis təvil əhlinə qarşı açıq aydın dəlillərdəndir. Həmçinin dəyərli müsəlmanlar, deməli,
müxaliflərin gətirdiyi şübhələrdən biri də budur ki, Allah subhanahu wa ta'ala Fəth surəsində 10-cu ayətində belə buyurur. Ya Peyğəmbər, Hudeybiyyə səfəri zamanı bir ağacın altında, Rizvan beyyəti deyilir buna, sənə beyyət edənlər şübhəsiz ki, Allaha beyyət etmiş olurlar. Baxın, sənə beyyət edənlər Allaha beyyət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir. Bu ayə iki hissədən ibarətdir. Əhl-i-Sünnə deyir. Sənə beyyət edənlər şübhəsiz ki, Allaha beyyət etmiş olurlar. Bu o demək deyil ki, möminlər birbaşa Allahın özünə beyyət etmişlər. Yəni, sahabələr Allah yoluna cihad etmək üçün Peyğəmbər s.ə.və beyyət etmişlər. Bu beyyətdə Allaha beyyət etməyə bərabərdir. Yəni, bu beyyət də Allah-u Teala'ya beyyət etməyə bərabərdir. Peyğəmbər s.ə.və sevmək, Peyğəmbər s.ə.və tabi olmaq, onun sünnətini yaşamaq, yaşatmaq, Allah Subhanahu Taala'nı sevmək, Allah Taala'nın əmrlərini sevmək və yaşatmaq deməkdir. Çünki Allahın Rəsuluna itaət Allaha itaətdir. Ona olan iman Allaha olan imandır. Allah Subhanahu Taala Nisa surəsində belə buyurur. Peyğəmbərə itaət edən kimsə şübhəsiz ki, Allaha itaət etmiş olur. Subhanallah lazım. İmtihan ayəsi. Bir dəstə müsəlmanlar gəldilər Peyğəmbər s.ə.v-in yanına və dedilər ki, biz Allahı sevirik. Ya Rasulallah. Allah Subhanahu Taala ayə nazil etdi onlara. Ali İmran surəsində. Deyir ki, əgər Allahı sevirsinizsə, Peyğəmbərə tabi olun. Allahu Akbar. Peyğəmbərə tabi olun. Peyğəmbərə tabiçilik Allah Subhanahu Taala'nı sevməyə bərabərdir. Bax, burada da Peyğəmbər s.ə.və beyyət Allah Taala'ya beyyətə bərabərdir. Allahu Akbar. Yəni, o demək deyir ki, möminlər burada birbaşa Allaha beyyət etdilər. Peyğəmbərə beyyət etməklə Allah Taala'ya nədir? Beyyət etmiş olurlar. Sonra ayənin ikinci hissəsi gəlir. Müxaliflərin şübhəsi kimi ki, Allahın əli onların əli üzərindədir. Ayə açıq aydındır. Və Allah həqiqətən də Allahın əli onların əli üstündədir. Və Peyğəmbər s.ə.və edilən bu beyyətin nə qədər əzəmətli olduğunu göstərir. Yəni, Peyğəmbər s.ə.və sahabələr necə ki, beyyət etdilər orada ölüm-dirim savaşında Peyğəmbər s.ə.və bərabər olacaq. Bu beyyət o qədər əzəmətli idi ki, Allah Subhanahu Taala'nın əli onların üzərində idi. Allahu Ekber. Lakin buradan belə başa düşülməsin ki, Allahın əli bilavasitə onların əlləri ilə təmas edib. Əhl-i-Sünnə bu sözdən, bu kəlmələrdən nədir? Uzaqdır. Allah Subhanahu Taala münezzəhdir bütün bunlardan. Allah Subhanahu Taala bütün bunlardan uzaqdır. Peyğəmbər Əhl-i-Sünnə vəl Cemaat dediyi zaman ki, Əhl-i-Sünnə ki, Allah Subhanahu Taala ərşə istiva edib, o demək deyil ki, ərşdə təmasdadır, ərşin üzərində oturub, durur və s. Müxaliflərin dediyi kimi, yozduqları kimi onlardan uzaqdır Əhl-i-Sünnə. Allah Subhanahu Taala bütün bunlardan nədir? Münezzəhdir, uzaqdır. Olduğu kimi Əhl-i-Sünnə nədir? Qəbul edir. Heç kəs deyə bilməz ki, buradan olan əl Peyğəmbər s.ə.v-in əlidir. Bu da ayənin açıq aydın mənasına ziddir. Biz deyirik ki, səma bizim üzərimizdədir. Lakin səma ilə bizim aramızda xeyli məsafə vardır. Yəni, bu söylədiklərimiz dəyərli müsəlmanlar, müxaliflərin gətirdiyi bəzi şübhələr idi. Elhamdülillah, Subhanahu Taala'nın izni ilə bacardığımız qədər çalışdıq ki, bu ayə və hədisləri zikr edək və onlara cavab verək ki, ola bilər ki, hər hansısa bir müxaliflə qardaşlardan kimsə söhbət elədiyi zaman bu dəlilləri gətirsin. Labüddür ki, mümkündür ki, bu dəlilləri gətirsin. Və cavab da elhamdülillah ki, bacardığımız qədər çalışdıq ki, Quran və sünnə əsaslanaraq cavab verək. Allah Subhanahu Taala dua edirəm ki, Rəbbimiz bu dərslərimizi İslam ümməti üçün, Muhammed ümməti üçün xeyirli, faydalı və bərəkətli dərslərdən etsin. Dua edirəm ki, Rəbbimiz bizləri bu doğru düzgün əqidə və mənhəc üzərində sabit etsin və bizləri bu dünyadan yalnız müsəlman olduğumuz halda köçürsün. Subhanəkə Allahumma bihamdik, əşhədu en la ilahe ente estağfiruka və atubu ileyk.